Bugün Ağcabədi rayonu Ağcabədi şəhid Təxiyabandayıq. Bugün bizim bir qəhrəman şəhidimiz. Səhmət oğlu qəhrəman oldu. İskəndər Mövlududur. Cənnətdə dəyişilməyən Mövludur. Mövluduna gəlmişik. Ananın yanına, Güncər ananın yanına gəlmişik. Bugün burada bir fərqlə, bir quyuyla ananın yanında olmaq. Ana Allah gözəl bana da Allah dəyişilməyən cənnətdən yerimiz var yox. Qarşısında yerimiz var. Allah da təbliğ edir. Bir özümüzə bir quyuyla bir hoş verdik. Burada gəlib bu otaqda şəhidin ziyarət etmək, şəhidin zirvə məqamının yanında olmaq bizim üçün bir quyudur. Mən hər zaman demişəm ki, bizim üçün ən böyük hediyə sizin kimi analardır. Analardan sonra bugün biz qardaşımı ziyarət etməyə özümüzə bir quyuya götürək, təhlil etdik. Biz Əli Mərdanın timsalında bütün şəhidlərimiz Allah rəhmət etsin. Bugün Əli Mərdanın anasının ağırcı, belə deyim. Bala ülkədiyi ağırcı. Ana üçün ağırcı. Bunu çox adam bilmir. Deyir ki, bala gedir. Ama bala gedir, balanın dəyərini çəkən anası. Anadan başqa heç kim bilmir. Ona görə də anası hər lazım. Allah 25 eləsin, nə xoş sən kimi anaların yanına üstünə gəlir. Bütün analara təbii.